Mən Mehriban Bəylər qızın təqdimatında səsin sorağında verilişi ilə sizlərin qarşısındayım. Maraqlı insanların, tariximizin və mədəniyyətimizin izi ilə sizlərin qonağıyam. Dənizin pıçıltıları ilə insan xatirələrinə, sahilin nəfəsi ilə isə biz sizlərin sorağına doğru yola düşürük. Dənizin də öz dili, öz nəğməsi, öz səsi var. Bu dalğaların hər birində bir həyat, bir ümid, bir insan talehi gizlənir. Gördüyünüz bu daşlar, bu divarlar əsrlərdən gələn bir səs kimi hər biri bir tarix danışır. Mən isə bu tarixin izi ilə bu səslərin nəfəsinin sorağındayam. Yaxınlardan və uzaqlardan gələn səsin sorağı ilə yola düşürəm. Məni evlərinizdə gözləyin.